Assalamualaikum dostlar, hər vaxtınız xeyir olsun. 4 oktyabr 2025-ci il. Deməli, arılara son baxışlarımızı edirik. Yəni, son baxışlar nə deməkdir? Yəni, arı yavaş-yavaş artıq qışa hazırdır, hazır deyil. Onu müəyyənləşdirməliyik və arıya nə qədər bal lazımdır, arıdakı bal qışa kifayət qədərdirmi, ya yox, ona baxacağıq. Arılar aqressivdir, mən də körüksüz. Deməli, 5 gün əvvəl bu arıya keç vermişdim. Alınma keç. Amma arıların, digər arılara da baxmışam. Arıların bu keçi istifadə etməyə heç xoşuma gəlmir. Çünki özüm hazırlayıb qoyduğum keçi, təxminən 500 qramlıq keçi, eyni miqdarda keçi arılar yəni bir həftəyə tamamilə yeyib qutardılar, amma bu keçi 5 günə çox az istifadə ediblər. Belə baxıram, bundan sonra ancaq özüm düzəldəcəm. Deməli, arını qışa yola salanda arıda nəyə diqqət eləməliyik, nəyə fikir verməliyik? Yəni, biz indiyə qədər arıda görüləcək işin 90% yekunlaşdırmalıydıq. Gənc arı nüfuzunun artırılması, yem ehtiyatı, varovaya qarşı mübarizə. Və bunların biri olmadıqda, yəni varovaya qarşı mübarizə aparıb gənc arı nüfusu artmasa, gənc arı nüfusu artıb varovaya qarşı mübarizə aparılmasa və ya da yem ehtiyatı az olsa, yəni qışdan çıxma ehtimalı çox az olur. Mən adətən arıda qış ehtiyatını necə saxlayıram? Bir blok çərçivə, ortada yumurtalı çərçivələr və ən sonunda yenə blok çərçivə. Bəzən güclü arılarda çox saxlaya bilərəm bal. Çünki qış burada mülayim keçir. Arılar demək olar qış uzunu yumurta atır və nəticədə nə olur? İçəridə balı istifadə edirlər. Ümumiyyətlə, ana arı içəridə yumurta atırsa kütləvi, o deməkdir ki, içəridəki bu blok çərçivəsi balı istifadə edəcək temperatur var içəridə. İndi baxaq, bu birinci çərçivə ballı çərçivədir. Yumurta falan yoxdur bunda. İkinci çərçivəyə baxaq. İkinci çərçivə də blok çərçivədir. Çiçək tozu var, polen var yəni. Və çox gözəl bal var burada. Və onu da deyim ki, əgər siz hal-hazırki vəziyyətdə dərman istifadə eləmişsinizsə, amitraz tərkibli, başqa kimyəvi tərkibli dərman istifadə etmişsinizsə, bu balları götürdükdə, yəni arını sıxlaşdırdıqda qətiyyən bu ballardan istifadə eləməyin, təhlükəlidir. Tərkibində kimyəvi dərman qalıntıları var. Yəni 6 ay qədər qalma ehtimalı var. Bu birinci çərçivə, blok çərçivə. 2 kiloqramdan çox bal var burada. Üçüncü çərçivəyə baxırıq. Üçüncü çərçivədə təxminən kiloqram yarım bal var, kəmər balı var və yumurta var. Çox gözəl bir yumurta atımı var. Deməli, bu blok çərçivələr xaric hər bu çərçivədə, kəmər balı çərçivədə 1 kiloqram yarım, 2 kiloqram arısı, bəlkə də 1 kiloqram da olsa arıya kifayət eləyər. Baxın, arı yumurta atıb, aşağı hissədə çiçək tozu vurub. Yəni, çox gözəl haldır bu. Təbiətdən çiçək toz gəlir. Yəni, yumurta atımına yaxşı təsir edir bu. Bu birinci çərçivə. Və onu da deyim ki, arı blok çərçivədə, tamamilə möhürlənmiş çərçivədə salxıma keçə bilmir. Bu cür aşağısı açıq çərçivədə salxıma keçir və yavaş-yavaş bu balı istifadə eləyə-eləyə yuxarı doğru qalxır. Və blok çərçivədən demək olar ki, havalar istiləndə, yazda istifadə edə bilir arı. Bu vəziyyətdə istifadə edə bilmir. İndi deyəcəyim odur ki, arıya elə bir kəmərbal saxlamalıyıq ki, arı istifadə edib, salxıma keçib, istifadə edib yuxarı qalxana qədər, yəni buradakı balı istifadə edib qutarana qədər artıq yaz gəlmiş olsun, hava isinmiş olsun. Çünki qışda hava soyuq olanda arı bu çərçivədən, blok çərçivəyə keçib bəzən bal götürə bilmir. Keçək 4-cü çərçivəyə. Ay maşallah. Burada yumurtalar doğulub, ana arı yerinə bura yumurta atıb, həm də çox gözəl bir yumurta atıb bura. Günlük var, larva var və ayağında çiçək tozu olan çoxlu arı var. Ana arımız da buradadır. 2025-ci ilin bakvası. Və buradakı bal kəmərini görürsünüz, nə gözəl bir bal kəməri düzəldi bu arı. Çox gözəl haldır. Keçək sonuncu çərçivəyə. Adətən arılar divar çərçivəsinə ana arı yumurta atmır, amma nədənsə bu arıda divar çərçivəsində belə yumurta var. Baxın, yumurtalı çərçivədir. Həmçinin çox gözəl çiçək tozu və bal var.
Həmçinin arxa hissəsinə, həm çiçək tozu yığıb arı, həm də bal yığıb. Yəni, bu arıda mən əslində sıxlaşdırıb, bir çərçivə götürüb 4 çərçivədə saxlaya bilərəm, amma etməyəcəm. Çünki arının yumurta atımından hiss olunur ki, arı yəni hələ qışa keçməyə hazır deyil. Necə hazır deyil? Yəni qış moduna keçmir. Bal istifadə edir, yumurta atır. Yəni atılan günlük yumurtalardan, larvadan arının hələ mən inkişaf eləyəcəm deməyin hiss edirsən. Yəni yumurta atımı arıda azalmıyor. Və arının üzərində sadəcə kisə və bu plyonkanı səririk. Keşli qaldı, keşini də qoyaq içərisinə. Yəni alınma keşdənsə məncə özümüz hazırladığımız keş daha yaxşıdır. Çünki bir qədər bahalı olsa belə öz hazırladığımız arılara faydası böyükdür. Böyük.